Salam dostlar, mən Elnur Rəsulov, AzFinLabdan. Bugün Nvidia şirkətini analiz etməyə çalışacağıq, texniki analizdən daha çox. Bildiyimiz kimi Nvidia şirkəti əslində Amerikan səhm bazarının hal-hazırda ən aparıcı şirkətidir və ən aparıcı səhmidir, belə deyək. Və xüsusilə bu süni intellekt sektorundakı, belə deyək, ən öndə gedən bir gücdür. Bu baxımdan Nvidia şirkətinə bu nöqtələrdən alışa girmək olarmı və yaxud da ümumiyyətlə nələr gözlənilir? Bunu bir qısaca analiz etməyə çalışacağıq. Amma ilk öncə Nvidia şirkətinin bir fundamental dəyərlərinə baxaq, maliyyə göstəricilərinə baxaq. Təbii ki, Nvidia şirkəti əslində maliyyə göstəriciləri baxımından fantastik bir şirkətdir. Məsələn, son il üzrə income 99 milyard dollar, təxminən 100 milyard dollara yaxın olub. Və xüsusilə price to earning, yəni qiymət qazanc nisbətinə baxanda 44 dollardır hal-hazırda. Bu qiymət qazanc nisbəti o deməkdir ki, yəni 1 dollar səhm başına düşən gəlirin, yəni earning per share deyək, səhm başına düşən gəlirin 1 dollar artmasına hal-hazırda investor 44 dollar verməyə razıdır. Bu bir mənada onu göstərir. Bu price to earning ratio çox yuxarıdırmı, aşağıdırmı? Həmin sektorda olan digər şirkətlərlə müqayisə edərək biz o şirkətə indi hal-hazırda səhmin belə deyək, qiymətinin yüksək olduğunu və yaxud da ucuz olduğunu müəyyən etməkdə istifadə edə bilərik. Təbii ki, mütləq bir göstərici deyil, amma məsələn bu göstəricini biz AMD şirkəti ilə müqayisə etsək, məsələn AMD ilə nisbətdə görürsünüz ki, kifayət qədər belə deyək də aşağıdır. Nvidia kimi bir şirkətin price to earning ratiosu AMD-dən daha aşağıdır. Halbuki AMD-də 105-dir və bu kifayət qədər yüksəkdir AMD kimi bir şirkətə. Niyə görə AMD məncə overvalued bahalanıb? Burada önəmli bir nüansa da diqqət edin. Profit margini AMD-nin belə deyək 10,32%-dir. Yəni 100 dollarlıq satışdan sanki 10 dollar mənfəət götürürlər. İndi gəlin eyni müqayisəni Nvidia üçün edək. Diqqət etirsəniz Nvidia-da profit marjini 53%-dir. Yəni Nvidia şirkəti 10 dollarlıq satışdan 53 dollar net mənfəət əldə edə bilir. Bu həddindən artıq belə deyək də böyük bir marjini var. Bu baxımdan təbii ki, Nvidia çox effektiv və AMD onunla müqayisəyə gələ bilməyəcək bir şirkətdir. Lakin hal-hazırda Nvidia-nın səhmi 180 dollardır. Və illik əsasda da biz baxırıq ki, illik əsasda əslində belə deyək, Nvidia şirkəti 34% belə deyək yüksəlib. Yəni hələ ki overvaluationu burada biz görmürük. Amma AMD-də bu daha yüksəkdir illik əsasda. İndi bu təbii ki, bəsit bir maliyyə əmsalları nöqteyi nəzərdən diqqət yetirməkdir ki, bu əsas maliyyə əmsalları nə yerdədir və diqqət etirsəniz son olaraq da insiderlar arasında satışlar var. 1%, 1,6% satışlar var. Xüsusilə insiderlarda məsələ ən populyarlarından birisi Peter Thiel bu yaxınlarda böyük bir qismini satdı Nvidia səhmlərini və Jensen Huang o cümlədən özü də CEO-da bir qismini satdı səhmdən. Bu baxımdan insider tərəfindən kiçik satışlar var. Amma institutional tərəflərdən də, yəni məsələn fondlar, böyük banklar tərəfindən də alışlar çox azdır, çox cüzidir. Yəni bir mənada bazarda hal-hazırda sanki mən bir gözləmə mövqeyini hiss edirəm. İndi bu fundamental analiz nöqteyi nəzərindən təbii ki, Nvidia bəlkə uzun vədəli düşünülə bilər, amma hal-hazırda 180 dollar qiymətindən bazara daxil olmaq olarmı, olmazmı? Gəlin indi onu texniki analiz nöqteyi nəzərindən baxaq. Diqqət edin texniki analiz nöqteyi nəzərindən. Əslində Nvidia səhmləri bu ay üçün əsas nöqtə olan, belə deyək, 183 dollar səviyyəsini aşağı yönlü qırıb və qiymət hal-hazırda onun altında ticarət olunur. Və növbəti hədəf kimi 161 dollar görsənir. Əgər Nvidia şirkəti ki, mən ehtimal edirəm ki, bu 161 dollar səviyyəsini bir test etməlidir. Niyə görə? Çünki baxın, Nvidia deməli 2025-in aprelində həmin o səviyyəni belə deyək test edib. Belə niyə görə? Çünki Trumpın tarif tətbiq etməsindən bağlı bazarda böyük bir eniş olmuşdu və baxın həmin vaxtı ancaq test etmişdi və ondan sonra ancaq belə deyək Nvidia səhmləri ən azı bazarda 3-cü əsas nöqtə olan belə deyək 3-cü səviyyələrin üzərində ticarət edilib. Və hal-hazırda isə 3-cü səviyyə qırılıb, hətta 4-cü səviyyənin altında belə ticarət olunur. İndi bu səviyyələrin nə olduğu, təbii ki, bunun bir hesablama metodu var. Sadəcə olaraq bunu mən belə publik şəkildə paylaşa bilmərəm, amma ümumən belə deyək, bunlar hesablama əsasında
qurulan bir sistemdir. Və diqqət yetirsəniz görürük ki, bu əsas səviyyə olan, dördüncü səviyyə olan belə deyək, 183 dollar səviyyəsini qırıb qiymət. Bu əsas qiymət nöqtəsidir, pivot qiymət nöqtəsidir və həmin səviyyənin altına bağlanır. Və təxmin edirəm ki, Nvidia-da 161 dollara qədər ucuzlaşma ola bilər. Belə olan halda Nvidia-ya alış açmaq bu nöqtədən məncə riskli ola bilər və xüsusilə bir nüansı da qeyd edim. Nvidia-da alış açmaq üçün ən azından qiymətin deyək 211 dollar səviyyəsinin üzərində bağlanması lazımdır ki, biz güman edək ki, aha, alıcılar bazarda güclüdür. Amma hal-hazırda diqqət etsəniz bazarda satıcılar dominantdır. Bunu S&P 500 indeksi ilə müqayisə edəsi olsaq, S&P 500 indeksi belə deyək, bu belə deyək də benchmark indeksidir və Nvidia-nın həmin S&P indeksi ilə bağlı betası 2-dir. Yəni yüksək bir betası var. S&P 500 indeksi 1 unit düşəndə bu 2 unit dəyişir və yaxud da ki S&P 500 indeksi 1 unit yüksələndə Nvidia 2 unit yüksəlir. Və çox maraqlı bir nüansı da burada baxın. S&P 500 indeksi də deməli həmin o aprel çöküşündə yalnız bu səviyyəni test etmişdi. Deyək 5-ci səviyyəni test etmişdi. Və ondan sonra, bu da ki, təbii bildiyimiz kimi Trumpın tarif tətbiq etməsindən olan çöküşdür. Amma ondan sonra yalnız yüksələn trendlə davam edib və 3-cü səviyyələrin, 4-cü səviyyələrin üzərində bağlanıb. Amma bu ay artıq S&P 500 indeksi 6636 səviyyəsi olan, yəni 4-cü səviyyəni test edib. Bu artıq bir əslində bir xəbərdarlıqdır sanki. Yəni bazara satıcılar buradan girmək istəyir və yaxud da satıcılar bir mənada bazara daxil olurun bir işarəsidir bu. İndi düzdür, S&P 500 indeksi hərçənd ki onu korreksiya elədi sürətli bir şəkildə, yenə də hal-hazırda belə deyək range içərisindədir. Amma S&P 500 indeksi nə qədər ki belə deyək bu pivot nöqtə olan bu ayın 6941 dollar səviyyəsini qırmazsa və onun üzərində bağlanmazsa, hələlik S&P 500 indeksində də biz ya range ticarət ola bilər, yox əgər bu belə deyək bu ay üçün pivot nöqtə olan 6636 dollar səviyyəsini qırıb onun altına bağlanarsa, belə deyək, o zaman bazarda biz gözləmə mövqeyində olmalıyıq. Çünki bu satışa dair güclü bir siqnal ola bilər. Bu baxımdan Nvidia-da yenə təkrar etdiyim kimi Nvidia və S&P 500 indeksləri müqayisə edəndə S&P 500 indeksindəki siqnallar qarışıqdır. Tam olaraq dediyim kimi satıcılar bazara güclə daxil olub, amma yenidən alıcılar bazarı əksinə qaldırıblar. Amma range içərisindədir. Hələ ki nə alıcılarda, nə satıcılarda güc bəlli deyil. Çünki bu range-dədir hal-hazırda. Amma Nvidia tərəfdən biz diqqət edirsək, Nvidia-da görürük ki, faktiki satıcılar hələ ki dominantdır və növbəti hədəfdə 161 dollar səviyyəsinə qədər ucuzlaşma ola bilər. Belə dostlar, Nvidia səhmi ilə bağlı, yəni qısaca bir belə deyək texniki analiz nöqteyi nəzərindən və biraz da fundamental analiz nöqteyi nəzərindən analizdir. Ümid edirəm faydalı olmuşdur. Sağ olun.